Allah Taala'dan istəyirəm ki, Allah Taala bizləri Əhlüsünnə vəl Cemaatın etiqadı üzərində sabit eləsin. Allah Subhanahu taala bizləri Əhlüsünnə vəl Cemaatın etiqadını öyrənməyə, Əhlüsünnə vəl Cemaatın təməl əsaslarını bilməyə, öyrənməyə və bunun üzərində yaşamağı bizlərə müvəffəq eləsin. Və həqiqətən də, yəni buna çox ehtiyac var. Necə ki, böyük tabeinlərdən olan Abdullah ibn Feyruz Əd-Deyləmi rahimullah buyurur, hətta bəzi alimlər onu sahabədən görürlər. Hətta bəzi alimlər onu sahabədən görüblər. Abdullah ibn Feyruz Əd-Deyləmi rahimullah deyərdi ki, yəni sələfilər, yəni baxın böyük tabeinlərdəndir, kimlərdən gəlib? Deməli, rəvayət sahabələrdən gəlib. Yəni sələflər, sahabələr bu cür deyərdilər ki, yəni dindən ilk tərk olunan şey sünnədir. Dindən ilk tərk olunan şey sünnədir və insanlar, yəni hər dəfə bir sünnəni tərk etdikcə onların dinləri onların əlindən gedəcək. Və ona görə insan, yəni etiqadını bilməlidir. Bu mühüm məsələdir. İnsan öz mənhəcini bilməlidir. Xüsusən də ki, belə bir vaxtda, fitnələrin çoxaldığı bir vaxtda, xüsusən də ki, zəlalət fikirlərin çoxaldığı bir vaxtda, zəlalət insanların çoxaldığı bir vaxtda insan öz etiqadını bilməlidir. Və insana Əhlüsünnə vəl Cemaatın etiqadı, əqidəsinin salamat olması hər bir şeydən daha sevimli olmalıdır və daha əziz olmalıdır və daha hörmətli olmalıdır. Yenə də deyirəm, baxın, bu cür imamlar, yəni İmam Əhməd rahimullah və digər Əhlüsünnənin etiqadı barəsində kitablar yazan alimlər, bunlar hamısı bizim üçün yazıblar. Bizim bilməyimiz üçün yazıblar. Əhlüsünnə vəl Cemaatın etiqadının bizə gəlib çatması üçün yazıblar. Onlar bu etiqadı biliblər. Əhlüsünnə vəl Cemaatın təməl əsaslarını biliblər. Onlar bunu yaşayıblar və bunun üzərində də ölüblər. Lakin bu bizim üçündür. Bizim üçündür ki, hətta özlərindən sonra bizlərə də bu etiqad, yəni bu təməl əsaslar bizə gəlib çatsın və biz bunu bilək və biz özümüzdən sonraki nəsillərə bunu öyrədək. Ona görə ən əsas olan nədir? İnsanda olan imandır, tövhiddir, əqidədir, ixlasdır. Baxın, sahabələr deyərdilər ki, biz övladlarımıza Quran-ı Kərimi öyrətməmişdən öncə imanı öyrədərdik. Quran-ı Kərimi öyrətməmişdən öncə imanı öyrədərdik. Bəzən görsən ki, uşağın üzərinə o qədər Quran məsələsində düşürlər ki, lakin iman məsələsində, etiqadi məsələlərdə o qədər öyrətmək yoxdur. Yəni, əgər cənnət və cəhənnəmə iman yoxdursa, neynirəm o Quran hafizini? Əgər Əhlüsünnə etiqadını bilmirsə, neynirəm o Quran hafizini? Əgər sünnəni inkar edirsə, neynirəm o Quran hafizini? Nə fayda verəcək? İnsana nə fayda verəcək? Və yaxud da ki, axirətdən hər hansısa bir əməli, tərəzini, sıratı və yaxud da ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin hovuzunu, qəbri inkar edirsə, neynirəm o Quran hafizini? Kimə fayda verəcək? Heç kimə. Ona görə əsas nədir? İnsanda, yəni uşaqda, insanın özündə imanın olması, qəlbində imanın oturması, əqidənin, sağlam tövhidin, sağlam əqidənin olması ki, insan yəni bununla nicat tapır. Əgər burada salamat olarsa, artıq salih əməllər də artıq ardınca gələcək. Artıq nədir? İnsan Quran da əzbərləyəcək, namazın vaxtı çatanda, namazın vaxtında qılacaq, oruc vaxtı gəldiyi zaman orucunu da tutacaq. Amma burada yoxdursa, görsən ki, 15 yaşına çatır, 17 yaşına çatır, yəni şikayət edirlər ki, namaz qılmır və yaxud da ki, siqaret çəkir və yaxud da ki, başqa əməllər eləyir. Nəyə görə? Çünki burada yoxdur. Əsas buradadır. Əsas iman oturmalıdır. Əsas la ilahə illallah kəlməsi burada oturmalıdır. Və iman nədir? Tövhid nədir? Əhlüsünnə vəl Cemaatın əqidəsi nədir? İnsan özü bilməlidir və bu cür şeyləri öyrətməlidir. Yəni bəzən görsən ki, insana şeytan vəsvəsə verir ki, nəyə lazım ki, uşaq indidən bilsin ki, cənnət, cəhənnəm var yoxsa yox? Bəzən görsən ki, şeytan vəsvəsə verir. Yox, sələflər öz övladlarını elm məclislərinə gətirərdilər. Öz uşaqlarını, 4-5 yaşında olan uşaqları elm məclisinə gətirərdilər ki, orada alimlərdən hədis eşitsinlər. Onlar orada bu hədisləri eşitmirdilər, əlbəttə eşidirdilər. Əlbəttə eşidirdilər və bu hədisləri götürürdülər, faydalanırdılar. Və ona görə yəni şeytan bu cür vəsvəsələrə yəni salmasın bizləri. Yəni
çalışmalıyıq ki, hər birimiz həris olmağa, əqidəmizi öyrənməyə, tövhidimizi öyrənməyə, Əhl-i-Sünnə və Cəmaənin etiqadını, təməl əsasları bilməyə. Bu bizim üçün xeyirdir və bizim üçün Allah Taala'nın rəhmətidir ki, bu kitablar bizə gəlib çatıb. Baxın, nə qədər alimlərin, nə qədər kitabları var. Bəlkə də tonlarla kitablar olub ki, bizə gəlib çatmayıb. Lakin gəlib çatan, yəni bu kitablar Allah Taala'nın bizə olan mərhəmətidir. Allah Taala'nın lütfüdür ki, Allah Taala bizim nicat tapmağımızı, bizim qurtulmağımızı, xilas olmağımızı istəyir. Ki, bunu öyrənərək, əməl edərək və bunlar hamısı bizim əleyhimizə hüccətdir. Yəni, əgər əməl etməsək, bildikdən sonra, Əhl-i-Sünnə və Cəmaənin etiqadını bildikdən sonra ona müxalif olsaq və yaxud da ki, hədisləri, ayələri, yəni hədislərdə bildik ki, məsəl üçün, hədislər var ki, orada hər küfür kəlməsi böyük küfür qəsd olunmur. Deməli, elə küfür kəlmələri var ki, orada qəsd olunan kiçik küfürdür. Yəni, bunları bildikdən sonra insan buna müxalif olarsa, Allah qorusun artıq qiyamət günü onun leyhinə yox, əleyhinə hüccət olar.